Tindən salam, atam Azəristilik Tədrisatın sədri İlham Mirzəyev qeyd deyib ki, gəlin ataplenlərdə şotçuk qoyaq. İlham müəllim, bildiyi sizin vəzifəvi cəmaatı qızışdırmaqdır. Day, belənçiyinə yox da, mənə bax, bu istixananın buxarı deyib sizə qızışmısınız? Ya necə, daha keçib bir dənə də şotçuk boğazınıza qoyun. Havadan, havaya yerə pul qazanın. Onsa büdcədən ayrılan pulu havaya soğurub buxarlandırırsınız da. Dinliyor, tinimiz düzdür. Milli Bankın təzə binası tikilir axı. Qardaşı üstə düşün də. Nədənsə 2020-ci ildə Milli Bank olmağına baxmayaraq milli pulla yox, xarici valyuta ilə pul ayrılıb. 218 milyon avro. Bu da eləyir 427 milyon 540 min manat. 770 milyon manat gedib, hələ ortada bir şey yoxdur. Kişi oğlanları açılış edəcəklər. Gələn ilin mayında. Bu azmış kimi, bu mühafizəyə də əlavə 2 milyon pul ayrılacaq. Milli Bankın sədri Taleh müəllim, bu pulların taleyi necə olacaq? Bilmirsiniz. Dinliyor, tinimiz düzdür. Azərbaycan Avtomobil Dövlət Yolları Agentliyinin baş mütəxəssisi oğluna toy eləyib. Nə az, nə çox. Bu hələ müğənnilərə 150 min manatdan çox pul verib. Allah xoşbəxt eləsin, sözümüz onda deyil. Ay baş mütəxəssis, ayda da işləyib, ayda nə qədər maaş alırsan ki? Yoxsa sizdə maaş deyil, ancaq paketdir. Deyirəm hələ bu, baş mütəxəssisdir ya. Gör bunun baş biləni nərələyir. Üçün belə şeyləri nəzarət eləmirsiniz. Qardaşınız sizə bir dənə Əndrabadi təklif versin də, gedin bir dənə nazirlik açın. Adını qoyun Giyinti Nazirliyi. Nə qədər bələnçiyinə yiyənlər var ha. Tutun, basın ora, burnundan getirin. O pulları da verin kasıblara. Nazirin də adı olsun Robin Hood. Nə oldu? No good. Yaxşı. Hələ özünüz də basın, yiyin, olsun hələ good. Dinliyor, tinimiz düzdür. Bu ilin 9 ayına görə 977,1 milyon kub metr qaz buxarlanıb, qeybə çəkilib. Bu da arası eləyir 541 milyon manat. Azərqazın sədri Azər Məmmədov. Qaz hala buxarlanıb. Bilmirsiniz, mənə bax, bu cəmaatdan limitə görə qaz alırsa, o da örtbastır eləyə bilmir. Hədə yağın. Atam balası, bunların bas qaza aşkım, bas qaza dedikləri ifadələr nə qədər dəyərli olsa, indi öz aramızda bizim tilimiz düpbədüzdür ya.